Ali Bazar Store'da bugün indirimlərin axırıncı günü. Getdim uşaqlara bir həftəlik güya şirniyyat aldım, amma inanan daşa dönsün bu bir həftəyə çatsa. 30 mantlıq belə alış-veriş elədim. Bu pişmə kağıdı qurtarmışdı. Bu indirimsiz idi. Moitya. En sevdiğim peşin pakete girmek. Banan aldım, apelsin aldım. Apelsin 1.9'du. Bu semiçka baxın çox ləzzətlidir. O 99 qəpikdir. Bu vaxtlılar 1.50'ye düşüb 2 növünü aldım. Можно ya? Ondan sonra baxın bu şokoladlı yubileyni pechenye aldım. 99 qəpiyə düşüb 2 ədəd götürdüm bundan. Çörək aldım. Muito хорошо. Bir de şirniyyat hazırlayacağım. Bir pəhrizdəyəm. Ona göre baxın indirimdə belə xurma var idi. Yəni bu şirniyyat hazırlamaq üçün yaxşıdır. Gündəlik çay içmək üçün yaxşıdır. 2 manata düşmüşdü. İndi bundan kakosdan, bundan bir de qozum var, qoz ləbəsi. Ondan şirniyyat hazırlayaram. Kruasan aldıq. Belə şeylər belə.